Hamiləliyin 23-cü həftəsi haqqında danışacağam və videonun sonunda hamiləlikdə olan ödəmlərlə necə mübarizə aparacağıq. Hamiləliyin 23-cü həftəsində dölümüz 500-540 qram çəkisindədir və 28-29 santim uzunluğu var. Dölün ağciyəri inkişaf etməyə başlayır. Məhz bu həftədən döl artıq yaşamağa qadir sayılır. Sırf bu ağciyərin inkişafı başladığına görə. Yəni artıq döl doğularsa, təbii ki, ağciyəri tam formalaşmayıb, amma nəfəs ala bilər. Dölün hərəkətləri daha müntəzəm olur. Döl yatır və oyanır, yəni bir yuxu rejimi əmələ gəlir, hətta rüyalar görür. Görəsən rüyalarında nə görür? Onu təbii ki, hələ ki bilə bilmirik, amma yuxu gördüyünü bilirik. Anada dəyişikliklər baş verir, bədəndə ödəmlər başlaya bilər, yuxusuzluq, tez-tez sidiyə qalxma kimi şikayətləri ola bilər ananın. Bu həftələrdə duz istifadəsinə diqqət edilməsi məsləhət görülür, yenə də bol maye alımı və lifli qida istifadəsi. Hamiləlikdə olan ödəmlərə gəlsək, daha çox təbii ki, 3-cü trimestrdə ödəmlər artır, amma 2-ci trimestrdən də biz ödəm artıq aşkar edə bilərik. Bu ödəmlər ayaqlarda ola bilər və qismən əllərdə ola bilər. Əgər bədəninizdə ödəm varsa, nəyə diqqət etməlisiniz? Birinci olaraq su qəbulunu heç bir şəkildə qısıtlamırıq. Ödəmimiz varsa bilə 1,5-2 litrə qədər su istifadə edirik. Suya biraz limon, nanə və yaxud da təzə xiyar əlavə edə bilərik dadlandırmaq üçün. Duz istifadəsi hamiləlikdə 4-5 qram duza ehtiyac var hər gün və biz bu duzu əslində meyvələrdən, səbzələrdən, yəni göyərtidən, tərəvəzlərdən alırıq. Ona görə əlavə qidaya, əlavə xörəyimizə duz qatmaq vərdişindən uzaqlaşmalıyıq. Probiotik qidalardan istifadə etməliyik, kefir və yaxud da pendir, yoğurt. Bunlar da su balansını normallaşdıran qidalardır. Kalium içərən qidalar yeməliyik. Onlar da suyu damar içi tutur və damar dışı boşluğa çıxmamasını əngəlləyir. Bunlar banandır, quru ərikdir, ispanaqdır, ümumiyyətlə göyərtilərdir. Və mütləq zülal və karbonhidrat balansımıza diqqət etməliyik. Bilməliyik ki, zülallar bizim ödəmimizi azaldır, amma karbonhidratlar bizim ödəmimizi artırır. Yəni zülallı qidalar, yumurtadır, ətdir, paxlallardır, mütləq yeməyimizdə olmalıdır. Şirin yeməklər, un məmulatları, qazlı içkilər isə ödəmi artırır və qidamızda azaltmalıyıq. Şirin qazlı içkiləri ümumiyyətcə qidadan çıxartmalıyıq. Amma əgər buna baxmayaraq sizin ödəminiz get-gedə artır, bu hamiləlik təzyiqinin bir işarəti ola bilər, preeklamsiyanın bir işarəti ola bilər. Ona görə mütləq ödəm əmələ gəldiyində bir təzyiq ölçülməsi və həkimə bildirilməsi məsləhətdir.